Salam, hörmətli tamaşaçılar. News TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, tarixçi, araşdırmacı Əfqan Vəliyevdir. Salam, Əfqan müəllim, xoş gəlmisiniz. Xoş gördük Gülşən xanım. Əfqan müəllim, sizin tədqiqatınızın ana xətti nədən ibarətdir? Mənim tədqiqatımın ana xətti Qərbi Azərbaycan maddi-mədəni irsini araşdırıb tədqiq etməkdir. Çünki bildiyiniz kimi 2020-ci ildə UNESCO-nun sonuncu, axırıncı hesabatında Qərbi Azərbaycanda Azərbaycanlılara aid hər hansı bir maddi-mədəni irs nümunəsi qeyd etməmişlər, göstərməmişlər. Bu da əlbəttə Azərbaycan ictimaiyyətində, Azərbaycan cəmiyyətində böyük narazılığa səbəb oldu və bunu əsas götürərək eyni zamanda Cənab Prezidentin 2022-ci ildə 24 dekabrda icmadakı proqram həyatına çıxışı Qərbi Azərbaycan tarixinin və maddi-mədəni irsinin, mədəniyyətin araşdırılması istiqamətindəki tapşırıqlarını əsas götürərək Sosial Tədqiqatlar Mərkəzi mənim müəllifliyimdə 2 cilddə 2000-ə yaxın mötəbər mənbədən ərsəyə gələn kitabı hazırlayıb Azərbaycan ictimaiyyətinə təqdim etdi və kitabın birinci cildi ingilis dilinə tərcümə olundu, çap olunubdu. İkinci cildi də tərcüməsi bitdi, yaxınlarda o da çap olunacaq, nəşr olunacaq və məqsədimiz 2020-ci ildə UNESCO-nun hesabatında İrəvandakı Göy məscidi, tarixi Göy məscidimizi Fars məscidi kimi təqdim edən, eyni zamanda Əmir Səhət türbəsini Türkmən abidəsi kimi təqdim edən UNESCO-ya bir cavab olaraq biz 400 abidə ilə Qərbi Azərbaycan tarix maddi-mədəni irsini təbliğ edən 400 abidə ilə dünyaya çatdırmağa çalışırıq ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpağı olub və o ərazidə əcdadlarımız yaşadığı müddətdə 10 minə yaxın maddi-mədəni irs nümunəsi ərsəyə gətiriblər və özlərinin yaratdığı, qurmuş olduğu mədəniyyətlə də dünya tarixinə və tarixşünaslığına böyük töhfə veriblər. Bizim tədqiqatımız istiqamətimiz budur. Tədqiqatımız əsasən Rusiya, Türkiyə, İran, Avropa arxivləri və Gürcüstan arxivləri əsasında aparılan sənədlərlə, tarixi sənədlərlə həyata keçirilib. Eyni zamanda tarixin müxtəlif dövrlərində 1794-cü ildən 1930-cu ilə qədər Qərbi Azərbaycan ərazisindən Türkiyəyə, İrana və Avropanın başqa ölkələrinə, eyni zamanda postsovet ölkələrinə köçmüş olan Qərbi Azərbaycanlıların müxtəlif nəsil nümayəndələri ilə apardığımız söhbətlərdən, onlardan mülaqatlar nəticəsində, onlardan alıb topladığımız sənədlər əsasında biz dünyaya və Azərbaycan ictimaiyyətinə göstərməyə çalışırıq ki, Qərbi Azərbaycanın 10 minə yaxın abidəsi olub və bu Azərbaycan tarixinin və maddi-mədəni irsinin mühüm bir parçasını təşkil edib. Eyni zamanda Azərbaycan kimliyinin formalaşmasında da mühüm rol oynayıb. Bəli. Və Azərbaycan tarixinə dair hansı məsələlər beynəlxalq tədqiqatlarda kifayət qədər işıqlandırılmayıbdır? Ümumiyyətlə, Sovet İttifaqının dağılmasından sonra dövlətlərin və millətlərin, xalqların öz müqəddəratını təyin etmə imkanları yarandı. Müstəqil dövlətlər elan olundu və bu dövlətlərdə ən böyük problem tarix, milli tarixi necə yazmaq, milli tarixi necə təbliğ etmək məsələsi idi. Çünki Sovet dövründə Sovet tarixi var idi, Sovet insanı, Sovet cəmiyyəti modeli var idi və bir ideologiya var idi, məqsəd var idi. Bu, fəqət millətlərin tarixi özlərinə aid bir tarix yazmağı, ümumi tarixdən, Sovet dövrü tarixindən çıxıb özlərinə aid bir tarix, müstəqil tarix yazmaq fikri, ideyası, eyni zamanda bunu təbliğ etmək, dünyaya təbliğ etmək və dünya tarixində qədim bir xalq kimi, millət kimi kimliyini formalaşdıran bir tarix təqdim etmək bir ciddi bir məsələ idi və Azərbaycan müstəqillik illərində bu istiqamətdə tədqiqatlara başladı. Fəqət bildiyiniz kimi 1905-ci ildəki, 5-6-cı ildəki soyqırımlar dövründə arxivlər yandırıldı. Eyni zamanda 1918-20-ci ildə istər Bakıda,
31 mart hadisələrində, istərsə də Qərbi Azərbaycanın müxtəlif ərazilərində, xüsusilə də Zəngəzurda qanlı terror hadisələri dövründə sadəcə maddi mədəni irsimiz, abidələrimizlə yanaşı bizim arxivlərimiz, insan sənədlərimiz də orada məhv edildi. Bunlar hamısı əlbəttə bizim tariximizin, tarixi sənədlərimizin imha edilməsi, bizim tariximiz tədqiqi ilə gələcəkdə ciddi bir narahat yaradan bir səbəb idi. Daha sonraki Xalq Cümhuriyyəti dövründə müəyyən istiqamətdə bu milli tarixin yazılması istiqamətində işlər görüldü. O dövr mətbuatında, qəzetlərində və yazılan kitablarda bunlar Azərbaycan milli tarixi öz əksini tapdı. Fəqət Bolşeviklərin hakimiyyətinə gəlməsi ilə yenə də tarixə, xalqların milli kimliyinə, soy kökünə, onların dini kimliyinə qarşı, yenə də arxiv sənədlərinə qarşı bir soyqırım kampaniyası həyata keçirildi. Məqsəd Sovet insanı, Sovet modeli insan yaratmaq ideyası idi və keçmişə dair insanların milli yaddaşına, tarixi yaddaşına yönəlik bəzi sənədlər yox edildi, müxtəlif arxivlərə, gizli arxivlərə daşındı və bundan da sadəcə biz deyil, bütün bir çox xalq nəsibini aldı. Bunlardan ən çox nəsibini alan xalqlardan da biri bizik. Daha sonraki dövrdə haqsız yerə torpaqlarımızın Ermənistan dövlətinə, sonradan Qərbi Azərbaycan torpaqlarında yaranmış Ermənistan dövlətinə hədiyyə edilməsi, Zəngəzur və digər ərazilərimizin əlbəttə Azərbaycan tarixi üçün mühüm bir faciə təşkil edirdi və yeni qurulan dövlətin yeni tarixini yazmaq üçün həm yeni arxiv sənədlər, mənbələr tapmalı idi, yandırılmış, yoxa çıxırılmış, oğranılmış, gizlədilmiş mənbələri tapıb yenidən bir milli tarix yaratmaq, öz kimliyini formalaşdırmaq və dövlətçilik ənənələrini gücləndirmək üçün bunlara ehtiyac var idi. Və bizim gördüyümüz iş də bu istiqamətdə xidmət edir və biz sadəcə Azərbaycan tarixi deyil, Azərbaycan tarixi müəyyən dövrlər üçün tədqiq edilib müxtəlif sahələrdə, istiqamətlərdə, amma burada qaranlıq qalan məqam Qərbi Azərbaycan tarixi olub. İstərdim Qərbi Azərbaycan tarixi haqqında biraz məlumat verim. Çünki Qərbi Azərbaycanlılar Azərbaycan ərazisində, indiki Azərbaycan ərazisində yaşamadıqları üçün Azərbaycan tarixçiləri tərəfindən onlar dərin araşdırılmayıb. Eyni zamanda Ermənistan ərazisində yaşadıqları və ermənilər də əraziyi tamamilə mənimsəyib, oraların əsas sakini olma iddiaları səbəbindən Azərbaycanlıları orada yox göstərib, onlar haqqında heç bir məlumatları tarix kitablarında, ansiklopediyalarda qoymayıblar və onlara yer verməyiblər. Bunu biz Qarkodyanın əsərində görürük və orada Azərbaycan kəndlərindəki əhalinin sayını mexaniki şəkildə azaldıb. Yəni əhalisi 1000-1200 olan kənddəki Azərbaycan əhalinin sayını 60-70 nəfər göstərir. Bəzi kəndlərdə 300 nəfərin yaşadığı kəndlərdə Azərbaycan əhalisinin sayını 3 nəfər, 4 nəfər göstərib. Bir çox kəndlərdə də 1918-20 soyqırımından sonra insanlar 22-ci ildə əraziyə təkrar qayıdıb, amma onun haqqında məlumat verilmir və kəndlərin yox edildiyini deyir. Halbuki Azərbaycanlılar o kəndə təkrar 22-ci ildə Bolşevik hakimiyyətinin qurulması ilə qayıdıblar və öz kəndlərini bərpa edib, sonradan o ərazidə çoxalıb və öz kimliyini formalaşdırıb və öz dədə yurdu, baba yurtlarında həyatlarına davam etdiriblər. Tarix göstərir ki, tarixi faktlar göstərir ki, ermənilər əraziyə gəldikləri ilk gündən etibarən Azərbaycan tarixini yox etmək, təhrif etmək, saxtalaşdırmaq təbliğatı ilə məşğul olublar və bunların birinci Azərbaycanlıların sıxışdırıb çıxarılma əməliyyatı 1905-6-cı ildə buna qismən nail ola bildilər. Çünki Azərbaycanlılar çox güclü idilər və silahlı vəziyyətdə idilər. Daha sonra onlardan Azərbaycanlılardan silahların toplanması və silahsız əleyhinin qalmasından istifadə edərək 14-cü, 15-ci illərdə və yenə də Azərbaycanlılara qarşı terror hadisələri Hınçaq, Daşnaq terror təşkilatları tərəfindən törədilir və 1918-20-ci ildə artıq ciddi soyqırım törədilir ki, bu soyqırımda artıq Azərbaycanlıların oradan etnik təmizlənməsinə, yəni Azərbaycan izinin oradan silinməsinə xidmət edirdi. Çünki bu kütləvi bir soyqırım idi, bir millətin, bir ulusun, bir xalqın, bir toplumun yox edilməsinə
hədəflənmişdi və bilirdilər ki, Azərbaycanlılar asanlıqla bu ərazini tərk etməyəcəklər. Çünki eramızdan əvvəl 2-ci yüzildən etibarən Azərbaycanlılar ərazilərdə yaşayıblar. 26-ya yaxın türk tayfalarının nəslini, soyunu davam etdirirlər və onlar dədə-baba torpaqlarıdır, tarixi yurtlarıdır və onu bildikləri üçün böyük dövlətlərdən də, xüsusilə Fransadan silah dəstəyi alaraq ərazidə ağır silahlarla Azərbaycanlılara hücum edirlər və Azərbaycanlıların orada Azərbaycan tarixini əks etdirən məscidlər, məbədlər, türbələr, karvansaralar, qəbrüstü abidələr, pir ocaq ziyarətgahlar məhv edirlər, insanları öldürürlər. Hətta güllərinə qənaət etmək üçün insanları məscidlərə diri-diri dondurub yandırırlar, quyulara doldurub üstlərini ağır daşlarla örtürlər və bunu təsdiqləyən sənəd Xalq Cümhuriyyətinin o dövrdəki İrəvana səfir təyin olunmuş Teymurxan Makinski də bunu təsdiqləyir ki, əraziyə müfəttiş kimi göndərilən, tədqiqat üçün göndərilən Makinski oradan Bakıya ilk teleqrafında qeyd edilir ki, girdiyimiz hər kənddən qara tüstülər çıxır məscidlərdən, insanlar diri-diri doldurulub, yandırılıb, hələ də insanların iniltisi eşidilir, sağ qalan insanların və quyuların yanından keçəndə, kəhlizlərin yanından yol boyu insanların diri-diri doldurulmuş, üstü daşla örtülmüş insanların iniltisi hələ də qulağımızdan getmir şəklində. Bu bir görülməmiş bir faciədir şəklində Xalq Cümhuriyyətin rəhbər orqanlarına teleqraf göndərir. Bu faciənin boyutunu və bunun misli görünməmiş bir faciə olduğunu sübut edən ən mühüm faktlardan biridir. Daha sonra ərazidəki Azərbaycanlıların sıxışdırıb çıxarmağa nail oldular. Xüsusilə onlar üçün problem təşkil edən Türk dünyası ilə Azərbaycan arasında bir körpü rolunu oynayan Zəngəzurdan, eyni zamanda Naxçıvanı Türkiyə ilə və digər coğrafiya ilə Türkiyəni digər türk coğrafiyaya Zəngəzur vasitəsilə Azərbaycan digər türk coğrafiyasına bağlayan bir ərazidə Azərbaycanlıları qovub orada türk dövlətləri arasında bir sədd çəkmək, türk dövlətləri arasında əlaqələri, münasibətləri qoparmaq üçün böyük bir siyasətin, böyük bir ideoloji siyasətin bir parçası idi və ona xidmət edirdi. Daha sonraki dövrlərdə də Zəngəzurun 21-ci ildə Ermənistana verilməsi ilə də bunun şahidi olduq və hal-hazırda da Azərbaycanın Naxçıvan ərazisi blokada altındadır və Naxçıvan dünyanın yeganə ölkələrindən biridir ki, neçə illərdir, bir əsrdən çoxdur ki, öz blokada şəraitində öz həyatını sürdürməyə çalışır. Məncə dünya ictimaiyyəti də buna yol verməməlidir. Ermənistanın bu təxribatını və Azərbaycan torpaqlarını mənimsəyib iki coğrafiya arasında bir tampon bölgə yaratmaq siyasətini məncə dünya təşkilatları da qınamalıdır və buna səssiz qalmamalıdır. Bu istiqamətdəki Azərbaycan dövlətinin mövqeyi təqdirə layiqdir və Zəngəzur bizim tarixi torpaqlarımızdır. Zəngəzur, İrəvan, Göyçə bizim tarixi torpaqlarımızdır. Bunu təsdiq edən sənədlər, xəritələr var. Bu fikirləri cənab prezident səsləndirib. Qərbi Azərbaycanda Azərbaycanlılar baxmayaraq ki, sıxışdırılıb, çıxarılıblar, yox ediliblər, ərazilərində erməni dövləti alıb. 1830-cu, 35-ci illərdə aparılan statistikaya görə Azərbaycanlıların ən çox yaşadığı şəhərlər arasında Bakıdan, Gəncədən sonra 3-cü şəhər İrəvan olub. İrəvan şəhəri olub ki, İrəvan şəhərini Azərbaycanlılarla tanıyıblar. Əgər Qərbi Azərbaycanda erməni izlərini axtarırıqsa, biz gəlin 1799-a, hətta 1800 demirəm, 1799-a baxaq. 1799-cu ildən əvvəlki tarixə baxsanız, o gündən əvvələ, bir gün əvvəlinə dönüb baxsanız, orada hər hansı bir erməni izini görməyəcəksiniz. Ermənilərdən əsər əlamət olmadığını şahid olacaqsınız. Ərazi Ağqoyunların, Səlcuqların, Səfəvilərin hakimiyyəti altında olub və Səlcuqların hakimiyyəti altında olub. Oradakı məbədləri xristian Səlcuqlular, xristian Qıpçaq türkləri inşa ediblər. Bunu təsdiq edən kitabələr, qala kitabələri var. Matyadandaran nə qədər bunu inkar etməyə çalışsa da, təhrif etməyə çalışsa da,
Gərdin qalasının üzərində qalanın əsas sahiblərinin izlərinə dair sənədlər var. Bazarçay qalasının Səlcuqlar dövründə tikildiyinə dair qala kitabələr var. Yəni Loru qala məscidi üzərindəki kitabələr ərazinin Azərbaycan türklərinə, Ağqoyunlara ait olduğunu sübut edir. Yəni oradakı hər daşın, hər torpağın bir tarixi var. Bir abidənin üstünə elementlər əlavə edib onun zahiri görünüşünü də bir dəyişdirə bilərsən, amma bir abidənin hekayəsini dəyişdirə bilməzsiniz. Çünki bir abidə bir millətin kimliyi, pasportudur və dünyada təsdiq olunmuş ən mühüm sənəddir, mənbədir və hər abidənin də bir hekayəsi var. Oradakı hər abidə müəyyən bir tarixi dövrə aiddir. O dövrdə yaşayan o ərazidəki tayfanın, topluluğun həyat tərzini, yaşayışını, ideologiyasını, təfəkkürünü və məişətini üzərində əks etdirir. Və abidələrin üzərinə biz baxdıqda, müxtəlif dövrlərdə, eramızdan əvvəl 2-ci yüzildən etibarən abidələrin üzərinə baxdıqda, abidələrin üzərindəki saz, qopuz, Oğuz boylarına aid işarələrin, eyni zamanda Səlcuqlu türklərinə naxış, xalçalar, xalça toxuyan xanımlar, xanalar, eyni zamanda müxtəlif abidələr üzərində müxtəlif təsvirlər, at və qoç heykəlləri üzərində qədim türklərin istifadə etdikləri 8 yuşəli ulduzlar, onların at və qoç heykəllərinin kənarlarındakı naxışlar, ornamentlər Azərbaycan memarlığına aid üslubdur və bu abidənin dediyim kimi, abidənin məsələ üzərinə bir neçə element əlavə edə bilərsən, bəs onun tarixi, kimliyi, hekayəsi onu dəyişmək mümkün deyil və ermənilər də bunu bilir. Ona görə də bir çox abidənin xüsusilə bu təsvirlərin xüsusi yer aldığı, hətta üzərində ərəb əlifbaları ilə yazılan, məsələ, Sənduqəli qəbirləri üzərinə təsvirlərlə təsdiq olunmuş, yazılarla təsdiq olunmuş Sənduqə qəbirləri nə qədər yox etsələr də bunun nail ola bilmirlər. Yəni artıq dünyada, İslam dünyası və UNESCO beynəlxalq təşkilatlarda Sənduqənin bir İslam abidəsi olduğunu qəbul edib. Çünki bütün müsəlman türk dövlətlərində və İslam aləmində bir çox qəbirstanlıqlarda Sənduqə qəbirlər indi də var və o ənənə davam edir və bu da onu göstərir ki, erməni təhrifləri, təxribatları nə qədər artsa da, yenə də hələ də Mastərə qəbirstanlığında 2000-ə yaxın Azərbaycanlı qəbirləri, at və qoç heykəlləri, Zolaxac qəbirstanlığında, eyni zamanda İrəvan ətrafı Ağadədə qəbirstanlığındakı qədim abidələr, heykəllər, strel heykəllər, qədim Oğuz abidələri, eyni zamanda Ağadədə məscidinin və oradakı türbənin qalıqları bunu təsdiq edir ki, Azərbaycanlıların tarix boyu abidəgən yaşadığı bir ərazi olub. Siz Qərbi Azərbaycanlısınız. Bəli. Neçə yaşında çıxmısınız? Mən 74-cü ildə Göyçə mahalının Sədənağac Güney kəndində anadan olmuşam. Kəndimiz 1879-cu ildə təməli qoyulub. Qədim kəndlərdəndir, qədim obalardandır. Bizim tayfamız, nəslimiz də o kənddə qədim yaşayan, kəndin yuxarı, əvvəl aşağı məhəlləsində məskunlaşıb ailəmiz, daha sonra kəndin yuxarı məhəlləsi bu deportasiyalar dövründə, insanlar soyqırıma məruz qaldığı dövrdə insan ilk öncə aşağı məhəlləyə yerləşirlər. Çünki aşağı məhəllənin dağlarla çıxışı yox idi. Ona görə bizimkilər ilk deportasiyada ailə üzvlərimiz və digər kənd ailesi qurbanlar verdikdən sonra, itkilər verdikdən sonra kəndin bir qrup insanı gəlir kəndin yuxarı məhəlləsində dağlara yaxın Kəlbəcər və Gədəbəyə çıxışı olan dağlara yaxın ərazidə ev tikirlər və orada yaşayırlar. Mən 81-ci ilin sonunda biz oranı tərk etmişik. Oradan köçmüşük Azərbaycan arasına. İndiki adama deportasiyadan öncə çıxmışsınız. Deportasiyadan öncə köçmüş, amma qohumlarımız orada ailə üzvlərimiz, digər ailə üzvlərimiz orada yaşayıblar və yay günlərində biz istirahətimizi, tətilimizi 88-ci il sonuncu deportasiyaya qədər öz kəndimizdə, doğma elabamızda keçirmişik və oradakı abı-hava, mühit, oradakı kənddəki Alban abidələri, kənddəki Alban xastaşı abidələri, eyni zamanda kəndin qədimliyinə
təsdiq edən bir çox abidələrin abidə xatirəsini hələ də gözlərimizdə abidələr canlandıra bilirik. Və əlbəttə bu kimi arqumentləri eyni zamanda bizim arazimizə, bizim keçmişimizə, bizim oradakı qəbillərimizə qarşı, məzarlarımıza qarşı ermənilər tərəfindən edilən hörmətsizlik və soyqırım bizləri belə bir eyni zamanda bizim Dədə-Baba yurda qayıdış istiqamətində hədəfimizi həyata keçirmək üçün belə bir tədqiqata, bizim Qərbi Azərbaycan Maddi Mədəni adlı tədqiqata yönəlməmizə köməklik oldu. Yəni bu deportasiya, bu soyqırımlar və bizim tariximizə qarşı törədilənlər. Bilirsiniz, Əfqan müəllim, tarix həm unutmur, həm unutdurmur. Yəni bizim milli dəyərlərimizə, milli abidələrimizə, bizim tarixi olan o məkanlara göz qoymaq. Ermənilərin sanki türklərə qarşı bir xəstəliyi var. Mənim yadımdadır, gənclik vaxtı deyirdilər, 15 ildən bir, 20 ildən bir bir türk qanuna susuyur ermənilər. Ermənilərin bu qəbildən soyqırımlar törətməsi, tarixi saxtalaşdırması, sənədləri məhv etməsinin səbəbi dövlət olmadıqları bir xalq kimi, dövləti olmayan, daimi sabit yaşadığı bir ərazisi olmayan xalq kimi sonradan gəlib yerləşdirdikləri bir ərazidə özlərinə dövlət qurub möhkəmləndirmə siyasətinə xidmət edir. Çünki ermənilər İranın Xoy-Salmas ərazisindən bir qismi 1805-ci ildə kürək çəkisi müqaviləsi ilə bir qism köçürülür Qarabağla birlikdə. Qarabağ kütləvi, ondan sonra Qərbi Azərbaycana az miqdarda köçürülür o dövrdə. Daha sonra 1813-1828-ci ildə ki, Gülüstan və Türkmənçay sülh müqaviləsi ilə artıq Qərbi Azərbaycan kütləvi erməni köçü həyata keçirilir və daha sonra ərazidə Rusiyanın hakimiyyət strukturlarının möhkəmləndirməsindən sonra 1829-cu ildə Türkiyənin Şərqi Anadolu ərazisində böyük dövlətlərin dəstəyi ilə dövlət qura bilməyən ermənilər Qərbi Azərbaycan kütləvi köçü həyata keçirirlər və artıq onların dövlət qurma arzusu, xəyallarını o torpaq üzərində reallaşdırmaq imkanı yaradırlar və burada da böyük dövlətlərin əlbəttə rolu olur və ona görə də ermənilərin soyqırım törətmələrinin səbəbləri budur ki, əraziyə mənimsəmək, əraziyə tarixi irsinə, tarixinə, sənədlərini mənimsəmək və ərazinin əsas xalqı kimi orada yerləşib özünə bir dövlət qurmaq planını həyata keçirmək olub. Çünki əsrlərdir Azərbaycanlılara aid oradakı etnik təmizlənmə apardılar, soyqırım həyata keçirdilər. İzləri təmizləməyə nail, insanlar təmizləsələr də oradan etnik təmizləməyə nail olsalar da əsrlər sonra, amma hələ də oradan Azərbaycanlı izlərini silə bilmirlər. Azərbaycanlılara aid yerin altında, üstündə və indiki Ermənistanın bütün təpələrində, dağlarındakı Azərbaycanlılara aid abidələri, tarixi izlərini silə bilmirlər. Çünki hər kənddə 3-4 qəbristanlıq olub və o qəbristanlıqların hər biri tarixi müxtəlif dövrlərinə aid abidələrlə, Azərbaycan maddi mədəniyyəti nümunələrlə dolu olduğuna görə ermənilər hələ də o siyasətə nail ola bilmirlər və ərazinin hələ də əsas sakini kimi özlərini təqdim etməkdə narazılıq keçirirlər və çıxdıqları hər beynəlxalq təşkilatlarda, konferanslarda, beynəlxalq mənbələrdə əgər istinadla erməni tarixçilərinin istinadlarına baxsaq, görərik ki, onların heç biri əsaslı deyil və ermənilərin orada yaşadığı, sübut edən sənədlər əsasən Ivan Şopenin apardığı dövrünündəki sənədləri mənbə kimi göstərirlər. Nikolay Marın tədqiqatlarındakı tədqiqatlarını göstərirlər. Ivanovskinin tədqiqatların müəyyən hissəsini göstərirlər ki, bizim orada öz varlıqlarını göstərməyə çalışırlar. Amma da bu da dərinlərə getmir. 1800-dən əvvələ getmir. Çünki ondan əvvəl mövcudiyyətləri olmayıb və varlıqları olmayıb və bütün bu soyqırım siyasəti, qarayaxmalar, terror, Azərbaycanlılara qarşı kin, nifrət, qan hamısı mənimsədikləri torpaqlarda dövlət kimi möhkəmlənmək ideyasına xidmət edir. Bəli. Mən sizə çox sağ olun deyirəm. Geniş, maraqlı, dəyərli çıxışınız üçün, danışığınız üçün. Hörmətli tamaşaçılar, EdNews TV-nin qonağı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü, tarixçi, araşdırmaçı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev idi. Çox sağ olun.